Pir Hüseyn Xanəgahı Hacıqabul rayonu ərazisində Pirsaat çayı sahilində qədim Bakı Salyan ticarət karvanı yolu üzərində yerləşir. Xanəgah böyük sufi şeyxi, görkəmli alim, filosof, Azərbaycanda elmi fəlsəfi fikir tarixində, İslam fəlsəfi dünya görüşünün formalaşmasında mühüm rol oynamış Hüseyn Şirvaninin məzarı ətrafında salınıb. Kompleksin orijinal quruluşlu minarəsi 13-cü əsr üçün tamamilə yeni sayılan memarlıq üslubunda inşa edilib. Minarə, üzərindəki yazıda deyildiyi kimi, Şəmsəddin İbn Mahmud və Mahmud İbn İbrahim tərəfindən tikilib. Pir Hüseyn Xanəgahına ən böyük dağıdıcı zərbə 1918-ci ildə erməni alayının quldur dəstəsi tərəfindən dəyib. Qeyd edək ki, pirin 10 metrliyində su anbarı yerləşir. Anbar yarıldıqda 3 kəndi su bassa da pirə su girmir. Hazırda qarşısında dayandığımız bu müqəddəs ziyarətgah, xalqın əsrlər boyu inam yeri olan Pir Hüseyn Xanəgahı tarix memarlıq qoruğu, orta əsrlərin nadir sənət incisidir. Pir Hüseyn əsl adı Şeyx Əz-Hüseyn İbn Əli. 954-cü ildə anadan olub, 1072-ci ildə 118 yaşında dünyasını dəyişib. Ömrünün axır 50 ilində 5 Şirvan şahı bundan məsləhət alıb. Yeganə insandır, ölümündən 5 əsr sonra bunun qəbri üstündə tikintilər gedir və bu kompleks 5 əsr ərzində meydana gəlib. Bu yaxınlarda Mədəniyyət Turizm Nazirliyi belə bir qərara gəlir ki, bizim bu xanəgahı qoruğu İSESCO-nun siyahısına salsınlar. Yəni İslam mədəniyyəti mərkəzlərindən birində çevriləcək. Çox qədim zamanlardan bura insanların ümid yorulub. Hətta 1318-ci ildə Qızıl Orda xanı Özbək Sultan Özbək bura hücumlu Monqol və ön hissə buranı çapıb. Sultan özü gəlib, müridlərin şikayətindən sonra qaytarıb buranı. Əhalinin həmişə şahlar bura diqqət mərkəzində saxlayıblar və çünki bu şeyxlərin əhalisinin nüfuzu böyük idi. Xanəgahın həyətində 2 yanaşı su quyusu var. Quyuların şirin və yüngül suyu həmişə eyni səviyyədə qalır. Hətta təmizləmək üçün nasos vasitəsilə quyunu boşaltmağa cəhd edilsə də, qurutmaq bir yana, suyun səviyyəsi belə dəyişməyib. Piri daha çox dini bayramlarda ziyarət edirlər. Ziyarətçilər təkcə rayon sakinləri deyil, qonşu rayonlardan da vaxtaşırı pirə gələnlər var. Bu böyük kəramət sahibi olub, 1000 ildəki ziyarətgahdır, həmişə də olacaq. Adamlar bura ziyarətə gəlirlər, yəni bu qəbri ziyarət edirlər. Burada dəfn olunan, onun müridi olub, yaxın adam olub, ölümsüzün qulluğunda duran adam olub, ona sadiq adam olub. Ölənə də vəsiyyət edib ki, məni ağanın ayağının altına dəfn eləyərsiniz. Bu bizim 12 imamımıza aiddir. 12 imamımızın nəslindən də biri burada uyuyub. Bu bizim keçmişimizdir. Gələcək nəsildə hamısı ona rəayət edir. Biz gəlirik ziyarətə. Hər bir şəxs gəlib onu ziyarət edir. Pirin bərpasına 2003-cü ildə başlanıb. 2004-cü ildə Mədəniyyət və Turizm Nazirliyi Xanəgahı tarixi memarlıq qoruğu elan edib. Buna baxmayaraq, pir baxımsız haldadır. Əsaslı təmirə ehtiyacı var. Bundan savayı pirə gəlmək üçün ziyarətçilərin qət etməli olduğu 14 kilometr yol da bərbad vəziyyətdədir.